Bir arada mən Rəmişlə bağlı gitara ifaçısı, böyük ustadımız, deyərdim elə Karfeyimiz. Rəmişlə bağlı bir paylaşımlar etdim bir neçə dəfə ki, bəs Rəmişin dövlətin verdiyi ev, mənzil satılıb, həyat yoldaşı Gülü satıb, başqa bir yerə köçüb. Bəzi belə də dedilər, mən də ictimailəşdirdim, dedilər evi yoxdur, mənzili yoxdur, mənzilsiz qalıb filan. Qadın həmrəyliyimi göstərdim. Gülüyə dedim ki, Gülü yanındayıq. Bizimlə bir əlaqəyə gir görək. Bu həqiqətən belədir. Belədirsə biz sənə dəstək olaq. Nə bilim, indi maddi olmasaq da azından mənəvi dəstək olaq falan. O qədər mənə zənglər gəldi. O qədər məni narahat eləyənlər oldu. O dedi Gülüdən danışma, bu dedi Gülüdən danışma. O dedi Gülünün adını çəkirəm. Elə bir Zeynəb Xanlarovanın adını çəkirəm. Elə bir Alla Pugaçovadan danışıram. Elə bir Michael Jacksondan danışıram. Elə bir Safi Laren'dən danışıram. O qədər mənə yazdılar. İnanırsınız? Bütün Azərbaycan mənə yazdı ki, Gülünün adını çəkmə. Gülünün adını çəkmə. Dedim, Gülü zəng vursun, çəkməyəcəm. Gülü mənə zəng vurdu. İndi mən Gülünün keçmiş həyat yoldaşı artıq yoxdur bu dünyada Rəmiş. Onunla bağlı foto paylaşmışam. Çox kövrək, insanlar yazır, narahat olur. Hamı deyir, heyif, bu böyük sənətkardan. Gül, məni niyə axtarmırsan? O dostlarım var idi ya. Bir ucdan sənə xəbərlər göndərirdi ki, Sara Səfra bunu danışdı, Sara Səfra onu danışdı. İndi də gözləyirəm. Məni axtar, azından gör. Həmin adamlar pislik eləmək, ara vurmaq, nə bilim, söz gəzdirmək asandır. Yaxşı şeylər də edin. Bax, gəlin mənim yaxşı əməlimi, paylaşımı Gülüyə çatdırın. Çatdırın, xahiş edirəm.